Gənclər cəmiyyətin gələcəyi, yaşlılarsa onun bünövrəsidir. Yaşlı insanların sosial rifahının yüksəldilməsi, həyat keyfiyyətinin artırılması və onların cəmiyyətə fəal inteqrasiyasının təşviqi istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirilir. Onları bir araya toplayan isə üçüncü bahardır. Ömürlərinin üçüncü baharını təqaüd yaşındakı insanlar daha səmərəli keçirir. Həm bildiklərini tətbiq edirlər, həm də burada yeni məşğuliyyətlər qazanırlar. Əsas mesajımız cəmiyyətə odur ki, yaşlı insanlar fəal yaşlansınlar. Çünki bugün ölkə əhalimizin 11,8%-i yaşı 60-dan yuxarı olan insandır. Bu ölkə əhalisinin təxminən 1.200.000 nəfəridir. Hesablamalara görə 2050-ci ildə ölkə əhalisinin 25%-i yaşı 60-dan yuxarı olan insan olacaq. Yəni bizim amalımız indi cəmiyyətin daha fəal yaşlanmasını təmin etmək, sağlam yaşlanmasını təmin etmək, zəncirvari effekt olduğuna görə cəmiyyətimiz pozitiv olacaq. Mərkəz insanların aktiv, sağlam və mənalı yaşlanmasını təmin etmək üçün çoxşaxəli layihələr həyata keçirir. Buranın fəal üzvlərindən biri də Narxanım Paşayevadır. Mənim həyatım 3-cü baharda çox dəyişdi. Həyatıma rəng qatdı. Bir üzvümüzdən çox belə baxırdıq, düzdür, səyahətlərə gedirdik, ekskursiyalara. Söz verdik ki, bəlkə biz paraşütlə uçaq. Belə oldu ki, paraşütlə uçmağa başladı. Düzdür, o bir ayrıca bir adrenalindir. O yuxarıdan dəniz sahildir, sahildən aralanmaq o özü belə gözəllikdir. Müsahibim deyir ki, uşaq vaxtı adını eşidib, özünün isə nə olduğunu bilmədiyi qurama sənətinin sirlərini burada öyrənib. Onun bu üslubda hazırladığı əsərlər dərin mənaları ilə seçilir. Mən quramanın təsvir etdiyim bu əsərimdə mən İçəri şəhər mövzusuna toxunmuşam. Burada parçalardan həm villur materialı, məxmər materiallardan, həm də ipək materiallardan istifadə eləmişəm. Deməli, Şirvanşahlar Sarayından, Sınıq Qala Məhəmməd Məscidindən, Bazardan, Hamam, Qız Qalası, sonda Qoşa Qala qapısını. Yəni, İçəri şəhəri əhatə eləyən abidələri mən canlandırmışam. Burada ipəkdən istifadə eləmişəm, krep satindən istifadə eləmişəm. Yəni, müxtəlif materiallardan istifadə eləmişəm. İçəri şəhərin ruhunu burada canlandırmışam. Namiq bəy isə gəncliyində rejissor, aktyor olmaq istəyib. Elə bu arzusunu da 3-cü baharında reallaşdırıb. Artıq o, aktyor kimi bir çox rollar ifa edir. Deməli, mənim bu 3-cü bahara gəlməyim mənim həyatımı daha da maraqlı elədi. 3-cü bahar mənə səhnəyə çıxmağı kömək oldu. Bu mənim arzum idi də. Bir rejissor olmaq istəyən adam birdən-birə çıxır səhnədə. 2 tamaşa oynamışam mən. Özdə böyük səhnədə ya. Birinin adı Hacı Qəmbər idi, yağışdan çıxdı, yağmura düşdü. İkincisi də Zərif Güzlülər. İkisində də mən baş qəhrəmanlar rollarını oynamışdım. Yəni ki, mən ancaq buradan, 3-cü bahardan yalnız razılığım biz yerdən göyə qədərdir. Elmira Əliyeva isə əvvəllər evdar xanım olub, amma hazırda pilates və tayçi ilə məşğul olmağa başlayıb. Həmçinin onun toxuma sənətinə, əl işlərinə də böyük marağı var. 2 il bundan öncə tanış oldum 3-cü baharından, bir üzvü məni gətirdi. Çox mən arzulayırdım ki, yoga ilə məşğul olum. Ona görə də yoga dərnəyinə gəldim bura. Yogadan sonra tayçiyə getdim. Tayçi ilə məşğul olmalı bizim günümüzü daha aktiv, daha fəal olmağı bizə kömək olur. Bu fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasına, gündəlik həyatlarının daha keyfiyyətli və dolğun təşkilinə xidmət edir. Onlara qoşulan yaşlı nəslin nümayəndələrinin sayı isə artıq 45.000 nəfəri keçib. Röya Salmanova, Emin Tağıyev, Telesəhər.